Salamlar. Bu videoda Alman dilində şəxs əvəzlikləri, yəni personal pronomen başa salacağım. Bəs şəxs əvəzlikləri nədir? Azərbaycan dilində olan mən, sən, o, biz, siz, onlar olan sözlər şəxs əvəzlikləri adlanır və şəxsləri göstərmək üçün istifadə olunur. Bəs bunlar Alman dilində necədir? Los geht's. Birinci şəxs əvəzliyimiz ich. Ich. Mən deməkdir. Ich. Bəzi dialektlərdə ich və yaxud ich kimi eşidilə bilər. Düzgün deyilişi h ilə ş-nın qarışığı. Ich. Ş-nı da bastırmırıq. Lakin bəzi yerlərdə dediyim kimi iş də eşidə bilərsiniz. Düzgün deyiliş isə ich. Mən. İkinci, du. Yazıldığı kimi oxunur. Sən deməkdir. Du. Qarşınızda tək bir insan və tək bir insana xitab edirsinizsə, du deyəcəksiniz. Üçüncü, er, sie, es. Hər üçü o deməkdir. Bəs bunların fərqləri nədir? Alman dilində, Azərbaycan dilinə fərqli olaraq o şəxsləri cinsə görə ayırır. Er kişi cinsindədir. Er. Məsələn, mein Vater. Er. Mein Vater mənim atam deməkdir. Ata sözü də kişi cinsində olduğuna görə er deyirik. Sie. Qadın cinsində o deməkdir. Məsələn, meine Mutter. Mənim anam. Ana sözü qadın cinsində olduğuna görə sie. Es neytral cinsdən söhbət gedir. Yəni, artikeli das olan bütün isimlər es adlandırılır. Artikeli das olan nə deməkdir? Das orta cins. Alman dilində 3 cins var. Qadın cins, kişi cinsi və orta cins deyə deyilən bir cins vardır. Və bu orta cinsdə olan bütün isimlər es adlandırılır. Məsələn, mein Auto. Es. Mənim maşınım. O. Es. Növbəti wir. Biz deməkdir. 2 nəfərik, 2 və daha artıq nəfəriksə biz. Wir. Növbəti ihr. Siz deməkdir. Toplu şəkildə olan sizdən söhbət gedir. Qarşımda 2 və yaxud daha çox insan varsa və onlara siz deyə müraciət edirəm. Ihr. Fərqi yoxdur. Bu sənli-məlli danışdığın insan da ola bilər. Qarşında 2 dənə dostun var, tutaq ki, və yaxud 3 dənə dostun var. Onlara siz deyə müraciət edəndə, yəni üçünə birdən. Ihr. Növbəti sie. Onlar deməkdir. Toplu şəkildə onlar. Üçüncü şəxsin təkinin cəmi. Onlar. Sie. Və bu zi balaca hərflə yazılır. Yenə bir zi var. Bu zi isə cümlə içində böyük hərflərə yazılır və siz deməkdir. Bu hansı sizdir? Qarşımda tək bir insan var və sizli bizli danışırıq. Rəsmi şəkildə danışırıq. Məndən böyükdür, tanımadığım bir insandır ya da müdirinizdir. Ya da böyüyünüzdür və siz deyə müraciət elədiyiniz hər bir şəxs zi adlandırılır. Gördüyünüz kimi burada 3 dənə zi var. Biri qadın cinsi olan o, biri onlar, digəri isə sizli bizli danışdığımız siz deməkdir. Bunları əsasən qadın cinsi olan zi ilə digərlərini feillərə görə ayırırıq. Hər ikisinin
feili fərqli işlənir. Digər situasiyalarda isə söhbət arasında, yəni tema nədən gedirsə, söhbət nədən gedirsə, həmin an ayırmaq olur ki, hansı zidən söhbət gedir. Onlar yoxsa sizli bizli danışdığımız zi. Ümidvaram video faydalı oldu. Görüşənədək hələlik.